Salamlar, universitet vloguma xoş gəlmisiniz. Bu videonu oktyabrda universitetə təzə başladığım vaxt çəkmişdim. Amma editləməyə ərindiyim üçün indi baxırsınız. Elə bilirəm, tez çıxıram. Sən də mən əksinə ümumiyyətlə gecikirmişəm. 40 dəqiqədən sonra dərs başlayır. Mənim elə oraya gedib çatmağam. Məni ən çox stresi salan otaqları tapmaq məsələsidir. Burada olacaq. Yəqin ki, ikinci mərtəbədə. Gedək görək nə olur. Then we will definitely sacrifice or something, or get something extra above or below the opportunity cost. Açığı buradakı universitet həyatı Azərbaycandakindən daha az aktivdir. Dərslərə girmək vacib olmadığı üçün ümumiyyətlə heç kəs dərsə gəlmək istəmir, gəlmir və bu semestr artıq mən də universitetə çox getmədim, çünki heç kəs gəlmirdi. Universitetdən çıxdım, indi qatar gözləyirəm. Gedirəm evə. Hansı ki, evdə... Yox, evə getmirəm. Çörək alacağım, marketə düşəcəm. Birinci qatarla marketə düşəcəm, sonra oradan bilib evə gedəcəm. Sabahınız xeyir, 5 dəqiqəyə aşağı düşməliyəm, qatar gəlir. Saçımı dünəndən düzəltməyə çalışmışam, görək necə olacaq. Arxaya fikir verməyin. Çünki yığışdırmağa vaxtım yoxdur. Heç bilmirəm, nəyi nətər bağlamışam. Çox bərbad. Yenə də istədiyim kimi alınmadı. Uşaqlar, bu nədir? Çox bərbad. Çox. Yəni, çox da pis deyil, amma istədiyim qədər də yaxşı deyil. Üniversitete çatdım. Yanımda digər Hindistanlı qrup yoldaşım var. Biraz gecikirik. Biraz da yavaş geçsək gecikəcəyik. Ona görə də tez-tez getməliyik. Hayda, saçım çox pisdir. Bugün bizim tələbə biletimizi verdilər və sonra dərslə bağlı bir test işlədik. Onun cavablarını müzakirə elədik. Project has not clear established process. Sometimes project management, some processes. Yeah. Because it's a nice way also to repeat. How we can think of hiring temporary employees. This includes cooks, rangers, cleaners. This is really doing well with the maybe allocation. He's really kind and I think he teaches amazing. Yeah. What do you think about him? Yeah, I think that he's more making life complicated. The city center. And I like that he's going, it's not very structured, like going on topic. He lets the students discuss what they want. Give real world examples. Yeah, he is. He doesn't do like a 5-hour monologue. Exactly. It's not just him talking to not making it overly structured. It's good. It's very good actually. 5% zərətqam olduğu üçün çəkə bilmirəm. Arxadakı mənzərə super və bizim tələbə biletimizi verdilər. Evdə onu göstərərəm. İndi internet nədir? İndi zərətqam çox azdır, 5%-dir. Yenə gecikirəm, amma bu dəfə tez çıxmıram. Çünki 10 dəqiqə sonraki qatarı gözləyirəm. Outfitimi sizə göstərirəm. Nəhayət ki, göstərə bildiyim bir gün oldu. Belə geyindim. Altdan da belə. Çanta, qırmızı çantamı götürəcəkdim. Amma universitetdə kompüter aparmalıyam deyə universitetin verdiyi elə çanta aparacağım. Hələ ki, böyük bir çanta almamışam. Belə. Necə görünürəm? Və dərsdə başa düşək deyə individual və yaxud da qrup şəklində müəyyən tasklar edirik. Also the send you an email when you can start using the online class.
And it comes out like that. Oh. I thought they hung on trees like acorns before I came here. I didn't know that they came in these little cases, like spiky cases. What's that? They look like kidney beans or something. Let's see. Before classes started. Yeah. Before meeting you and before. Yeah. It depends. See, what would we see in upcoming semester or years? They will tell us that we need to stay here or go somewhere else. By what? What? Yeah. It's difficult. I just want to show that. We didn't ask in the first day when we met. They asked that. Ne olduğunu bilmirəm. Ama o kadar güzel bir şey gibi görünür. İranlandı. No good. Yeah, it means new flowers. And, adı da yeni çıktı. Ve Chris and Ali. Hello. You know. But Boston, it's like $2,000 just for a room, not enough. Bu arada çəkə bilmədim. Qrup yoldaşlarımla söhbət eləyirdim deyə, yəni vaxtım olmadı da çəkməyəm. Deməli, biraz da yağış yağıb, açıq üzündən bilirsiniz. Nəysə, bu informasiya getdim kitabı qaytarmağa. Dedim ki, bəs qaytarmaq istəyirəm. Dedi, hə, vəsə. Dedi, ver kitabı. O saat 22 evromu qaytardı. Yəni, heç bir çək falan istəmədi. Şok oldum. Qatar nəyə gəlməyinə var. Gedim, çətir götürüm. Ayda qatarım getdi. Vapşe gecikdim ha mən. Neyse. Yəni onsuz da başqaları da gecikir. Sadəcə biraz tez gedib rahat olmaq istəyirdim. Çox da böyük problem deyil, qayıb falan yoxdur. Yeah, for the written exam, I should say that 2 years back. Və bəli, mənim universitet həyatım bu qədər. Düzdür, çox kadr çəkə bilməmişəm. Çünki həmin vaxtlar daha çox ətrafımdakı insanları tanımağa fokusluydum. Çünki mənim üçün yeni mühit idi və həmin dövrlər xatirəmdə həqiqətən çox yaxşı qalıb. Düzdür, universitetdən sonra o saat evə qaçırdım. Çünki evdə yeməyimi bişirən, evi təmizləyən, paltarımı yuyan, marketə gedən anam yox idi. Hamısı öz məsuliyyətimdə idi. Amma bunun da dadı ayrı idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm videomdan zövq aldınız.